Müəllimlər, hər vaxtınız xeyir olsun. İmtahana bilirsiniz ki, az qalıb və imtahanın aktual mövzularından biri də inteqrasiyadır. İstədim bu video yazımda sizə inteqrasiyanın ən əsas vacib məqamları haqqında məlumat verim. Üstəgəl də bir neçə dənə də test işləyim sizin üçün. Bir dənə öncəliklə qısa, vaxtınızı çox almayacağım, xahiş edirəm. Linki olduğunuz qruplarda, statusunuzda paylaşın, abunə olun. Çox xahiş edirəm. Rəy bölməsinə fikrinizi bildirin. Əgər bu izaha baxdın, testləri düzgün tapdın, bilmədiyin nəyəsə qaranlıq gəldi, sənə aydın oldusa, şərh bölməsində qeyd etməyi də bildirməyin. Həm öz müdavimlərim, həm də digər mənim qrupumda çalışmayan müdavimlər də ola bilər. Keçək əsas vacib məqama. İnteqrasiyanın bilirik ki, 3 növü var. Bir var fən daxili inteqrasiya. Bir var fənlər arası, bir də var fənn üstü inteqrasiya. Əgər sənə situasiya verilib, sən o situasiyada inteqrasiyanı tapmaq istəyirsənsə, məsələn, deyək ki, şübhələrin varsa fən daxili inteqrasiyadan, bil ki, o zaman situasiyanın fən daxili inteqrasiya olacaq ki, bir fənnin içərisində 2 dənə iş görürsən. Oxuyursan, yazırsan. Dinləyirsən, nə bilim, yenə də yazırsan. Mətni danışdın və yaxud da ki, mətni dinlədin, sonra danışdın. Yazdın, sonra danışdın. Yəni, bax, bu kimi məqamlar olacaqsa, sən ona deyəcəksən fən daxili üfüqi inteqrasiya. Onsuz da şaquli çox asandır. Şaquli sözünü görmək üçün açar məqam sənə sinif sözünü deyirəm. Harada sinif sözünü görsən, siniflər üzrə əlaqə. Bir də istinad edir. İstinad edir. Bax, bu şaqulidir. Və yaxud da ki, keçən ilkilərə əsaslanır. Sinifin sonu üçün keçdiyi siniflərə istinad etdi. Üfüqüdə isə bir daha deyirəm, 1-45 dəqiqə ərzində 2 işi gördürür müəllim sənə. Bir fən daxilində. Düşünürəm ki, bunu özün üçün qeyd elə. Bir dərsdə 2 iş gördün. 2 iş. Bax, bu olacaq əlbəttə ki, üfüqi inteqrasiya. Fənlər arası inteqrasiya onsuz da bilirsən ki, müxtəlif fənlər arasında olur. Bəzən deyirsən ki, ay müəllim, mən çətinlik çəkirəm də, burada ikinci fəni görmürəm. Daha çox coğrafiyanı, biologiyanı, tarixlə ədəbiyyatı. Bax, məsələn, primitiv bir dənə söz deyim sizə. Şəxsiyyət deyir, şəxsiyyət, qəhrəman, qəhrəman. Bax, bunlar ədəbiyyatda da var, tarixdə də var. Əgər mövzu sənə icazə verirsə, sən o zaman fənn daxili yox, fənlər arası inteqrasiya götürə bilərsən əlbəttə ki. Fənn üstü inteqrasiyaya gəlirəm, əziz müəllimlər. Bir çox müəllimlərin çaşdığı vacib məqamlardan biri. Fənn üstü inteqrasiya. Bilirəm ki, sən də bilirsən ki, öyrəndikləri həyatla əlaqələndirmədir. Bax, hər evə verilən tapşırığa sən fənn üstü deməyəcəksən. Fənn üstü inteqrasiya odur ki, mən bu günləri mövzunu keçəcəm. Mövzunu keçəndən sonra həmin o mövzunu həyatla əlaqələndirəcəmsə fənn üstüdür. Və ya həyatda başıma gələn hansı hadisə var, onu mənə danış deyəcəmsə, sən o zaman deyəcəksən. Yəni, fənn üstü odur ki, bu günləri mən gigiyenik qaydalardan danışıram. Deyirəm ki, o gigiyenik qaydalardan danışdıq. Evdə hansı gigiyenik qaydalara riayət edirsən? Bax, sinifdə verdim də bunu. Deyirəm, bu günləri gigiyenik qaydaları keçdim. Və uşağa da deyirəm ki, sən hansı gigiyenik qaydalara nümunə gətirə bilərsən? Artıq uşaq burada deməyəcəksən bir fənnin daxilində 2 iş gördün. Deyəcəksən ki, müəllim mövzunu izah elədi və üstəgəl də görür ki, uşaq necə başa düşdü, həyatdan hansını nümunə gətirəcək. Məsələn, deyəcək, dişlərimi gündə 3 dəfə fırçalayıram. Bu olacaq fənn üstü inteqrasiya. Bir daha deyirəm, mən mövzunu keçirəm, səndən soruşuram ki, sən həyatdan buna necə nümunə gətirə bilərsən? Ona fənn üstü deyəcəksən. Amma mən mövzunu verirəm sənə, mövzunu sən dinləyirsən, deyirəm ki, yadında qalan haqqında esse yaz, bu zaman fənn daxili üfüqi inteqrasiya olacaqdır.
İnanıram ki, bu qısa izah sənin köməyinə çatacaq və xahiş edirəm 5 dənə test var. Mənim izahıma baxmadan o testləri yazırsan, hamısını düz yazdın, birini səhv yazdın, üçünü düz yazdın, ikisini səhv yazdın, onu şərh bölməsində də qeyd etməyi unutma. Çünki mən səbirsizliklə hər birinin şərhini gözləyəcəm. Və qısa olaraq da istədim ki, bu testləri sizinlə müzakirə edim. Az da olsa sizə faydam toxunmuş olar deyə düşünürəm. Və əlavə etdiyim suallar MİQ sertifikasiya suallarıdır, aktual suallardır. Deyir ki, Azərbaycan dili dərsində zərərli vərdişlərin insan orqanizminə təsiri mətni üzərində iş gedir. Şagirdlərdə təqdim etmə bacarığı formalaşdırmaq üçün müəllim şagirdləri qruplara bölür və növbəti dərs onlara deyir ki, zərərli vərdişlərdən uzaqlaşma yollarını əks etdirən təqdimat hazırla. Artıq müəllim uşaqları evə göndərib. Deməli, burada mən görürəm ki, uşaqlar evdə nəsə təqdimat hazırlayacaqlar. Üstə gəlir zərərli vərdişlərdən orqanizmlə necə təsir edir. Məsələn, variantlar üzərində birinci yola çıxıram. Burada fən daxili üfüqü bir dənə bu yoxdur. Şaqul ümumiyyətlə yoxdur, siniflər əlaqəsini götürün. Qalıram burada fən daxili, fənlər arası, fən üstü, yalnız fən üstü. Baxıram ki, əziz müəllimlər, fən üstüm var, amma üstəgəl fənlər arası da olacaq. Digər variantlarda seçəcəm. Cavabım C variantı olacaq. Niyə görə fən üstü və fənlər arası? Çünki sən zərərli vərdişlərin insan orqanizminə təsirindən təqdimat hazırlayacaqsan və gördüklərindən danışacaqsan da. Üstə gəlsin, səndən həyati situasiya istəyir. Fənlər arası da ona görə ki, sənin burada informatika fənnindən bacarığın olmalıdır, araşdırasan, rəqəmsal savadlığın. Sənin söz ehtiyatın olmalıdır. Sən nəsə təqdimata hansısa bir şəkil falan əlavə eləyəcəksən, bu da sənin müxtəlif fənlər arasında əlaqələndirmə olacaq. Əlbəttə ki, əgər sən də C variantı düşündünsə, doğru düşünmüsən. Bax, elə slaydda da sizə xüsusi yanaşmanı etdim. Düşündüm ki, bu şəkilləri də versək, siz üçün daha məqsədə uyğun olar da. Yəni, zərərli vərdişlərdir, sağlıqsız qidalanmadır, görürsünüz. Yəni, sən onu araşdırırsan və yaxud da ki, sən təqdimata şəkil qoyacaqsan, həyatla əlaqələndirəcəksən. Düşünürəm ki, bu qısa təsvir də sizin göz yaddaşınıza həkk olunacaqdır. Deməli, burada nə etdik biz? Fənlər arası və fən üstü inteqrasiyadan istifadə etdik. Növbəti ikinci suala baxaq. Deyir ki, sizə sinifin məktəb tədbirini təşkil etmək tapşırılmışdır. Siz büdcədən kənara çıxmamaq şərti ilə müxtəlif xərclər üçün vəsait ayırmalısınız. Yəni, ilk öncə tədbirin büdcəsini hesablamalısan. Büdcəni hesablamalısan, daha sonra isə tədbiri həyata keçirmək üçün layihə hazırlamalısan. Deyir ki, fəaliyyətə əsasən inteqrasiyanın növünü müəyyən et. Bax, burada deyir ki, büdcəni hesablamalısan, vəsaiti hesablamalısan, layihə həyata keçirməlisən, tədbir təşkil edəcəksən, amma büdcədən kənara çıxmamaq üçün. Burada əlbəttə ki, cavabımız olacaq fənn üstü inteqrasiya və yalnız fənn üstü olacaq. İndi niyə görə yalnız fənn üstü olacaq, fənlər arası da olmayacaq deyəcəksən? Mən də deyirəm ki, sənə demir ki, müəllim mövzunu keçir, mövzu ilə əlaqələndirməsini edir. Bax, demir ki, müəllim mövzunu keçir, mövzu ilə əlaqələndirməsini edir. Sadəcə olaraq deyir ki, burada tədbir təşkil olunub. Tədbirdə sən o büdcəni hesablamalısan. Deyərsən ki, burada mənim riyazi bacarığım olacaq. Amma müəllim demir axı hansı fəndir, harda mövzunu keçir. Bax, yuxarıdakına baxsaq, deyir ki, Azərbaycan dili dərsində. Düzdür? Burada da Azərbaycan dili dərsi desəydi, həyat bilgisi dərsi desəydi, o zaman sənə situasiya icazə verərdi ki, sən götürüb onun fənlər arası və fənn üstü deyərdin. Sadəcə olaraq deyir ki, həyatdan bir dənə
belə bir sənə həyati situasiya verirəm də. Sən tədbir təşkil eləməlisən, büdcədən kənara çıxmamalısan. Bunu həyata keçirməlisən. O səbəbdən də olacaq burada həyati məsələdir. Müəllim heç bir fənni burada deməyib sənə, heç bir mövzunu keçməyib, fəndən əlaqələndirməyib. Ona görə yalnız fənn üstü deyəcəksən. İnanıram ki, bunu da siz başa düşdünüz. Burada da olacaq cavabın D variantı. Növbəti sualımız. Deyir, müəllim riyaziyyat dərsində prizmanın həcmi mövzusunu keçdikdən sonra şagirdlərə evdə prizma formalı əşyalar taparaq onların həcmini müəyyənləşdirməyi tapşırır. Müəllim nə edir? İnteqrasiyanın hansı növünü həyata keçirilir? Burada da baxaq görək müəllim nə edib? Müəllim şagirddə evə tapşırıq verib. Yenə variantlardan yola çıxsam, məsələn, üfüqi olmayacaq, fənn daxili olmayacaq, fənn daxili şaigili olmayacaq. Əlbəttə ki, fənn üstü olacaq təkcə. Niyə görə? Çünki müəllim deyir ki, uşaqlar prizmanın həcmini keçir, deyir prizma, evdə prizma formalı əşyaları tap, onun həcmi müəyyən elə. Yəni, bu özü üçün gördüklərin deyəcək də, biri genişdir, biri dardır, nə bilim, biri hündürdür və s. Ona görə yalnız fənn üstü olacaq. Amma desəydi ki, evdə bu prizmaya oxşayan fiqurların sahəsini ölçmək yox, düzəld gətir, prizmaya oxşayan əşyaları düzəld, o zaman həm fənlər arası fənn üstü götürərdin. Çünki sən bu əşyaları düşün, düzəldəcəksən, düzəltmək üçün də nə edəcəksən? Müxtəlif bacarıqların olmalıdır. Kəsmə, yapışdırma, nə bilim, ölçmə, biçmə və s. Ona görə sadəcə olaraq adların qeyd edəcəksən. Bu da sənin fənn üstü inteqrasiyanın inkişafına şərait yaradacaqdır. Yalnız fənn üstü olacaq. 4-cü sualda deyir ki, müəllim həyatla bağlı problemli situasiya qoyur. Bax, bu problemli situasiya sözün bir dənə dairəli özü üçün qeyd elə. Ola bilər ki, sabah gedərsən, monitorda görərsən. Hər zaman bir dənə bu cümləni görsün, deyəcəksən ki, fənlər arası fənn üstü inteqrasiya. Bax, şəklə baxın. O qədər problemimiz var ki, deyirsən də, sən də düzdür. Başlayırsan, riyazi bacarığın işə düşür. Nə bilim, nəysə bir gözünün önündə canlandırırsan. Nəysə onun şəklini çəkə bilərsən, düşünə bilərsən. Müxtəlif fənlər arası bir də hər hansısa bir o problemli situasiya həyatdan ola bilər. Ona görə bir dənə bu cümləni görsən, sənə heç məzmun verməsə də düşünmədən əlbəttə ki, sən fənlər arası və fənn üstü inteqrasiya deyə biləcəksən. O səbəbdən 4-cü sualımızın da cavab olacaqdır. Y variantı. Fənlər arası və fənn üstü. Növbəti suala baxaq. Növbəti sual deyir ki, sizə təqdim edilən siyahıya əsasən bir neçə rayona getməlisən. Ümumi məsafəni, bu məsafə üçün lazım olan yanacaq sərfiyyatının effektiv marşrutu müəyyən et. Və burada idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? İnteqrasiyadan əlavə taksonomiyanın da bir daha sualı düşüb bu PDF-də. Bu da aktual sual idi. Məsələn, bunun inteqrasiyasını götürsək, fənn üstü inteqrasiya da götürərəm. Əgər lazım olarsa, sənə əgər bunu dərs əsnasında veribsə, hansısa bir tapşırığın icrası zamanı veribsə, fənlər arası da götürə bilərsən. Sadəcə olaraq həyati situasiya gətiribsə, fənn üstü də deyə bilərsən. Amma idrak taksonomiyasına desək, bu əlbəttə ki, tətbiq etmə olacaq. Çünki burada sən hesablayacaqsan, işi icra edəcəksən. Bu da sənin tətbiq etmə bacarığının inkişafını özündə əks etdirəcəkdir. Bu qədər əziz müəllimlər, qısa da olsa düşünürəm ki, sizin üçün faydalı oldu, faydası toxundu. Əgər oldusa, qeyd etməyi, öz fikirlərinizi bildirməyi unutmayın. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm.